Salam, bugün sizlərlə birlikdə davam edirik qrafik öyrəşdirə. Bu qrafik öyrəşdirənin 3-cü bölümüdür. Keçən bölümdə sizinlə birlikdə easy bitirmişdik. Ona görə indi medium'a keçirik. Bu niyəsə bu qədər genişləyib? Şimdi düzeldi. Böyük ehtimalı funksiyanın sinus x-ə bir əlaqəsi var, çünki gedərək daha düz sürətlənir. Sinus x kvadratdır yəni. Sinus x-ə də əlaqəsi var, amma çox böyük ehtimalı sinus x kvadratla da əlaqəsi var. Sinus x çıxanda bir sinus x görsənir. Sinus yerine kosinus x işletmek daha yaxşı ola bilər. Kosinus x işləmədi. Bu müsbət hissə ilə bu müsbət hissəni eyni yerə qoymaq lazımdır. Bu belə oldu. Artıq yüksəkliklər də eyni düşür. Və bir çox deneyə biləcəyimiz şeylər var. Məsələn, əgər x-ə bölsək, sonrasında biz bunu götürək. Funksiyamız indi normalde olması lazım funksiyanın tərsidir. Funksiyayı tapdıq. Funksiyamız budur. Birinci çıxan qalıcdan kosinus işlətmək olar mı, ona baxacağım axırıncı dəfə. Xeyr, kosinus işlətmək işə yaramır. Sinus işlətmək. İndi digərini keçək. Digərini funksiya belədir. Naturallara oxşayır, amma hər hansısa bir sinus x-in çıxıldığı görsənir. Görünüşə görə təxminən biraz loqaritmik şəkildə böyüyür. İndi biz daha düzgün bir tapmalıyıq, amma görünüşə görə sinus x çıxmaqla əlaqəsi yoxdur. Sinus və kosinusun bir şəkildə əlaqəsi var. Amma gördüğünüz kimi hissələrindən çıxsaq da yenə də bu hissəsi əyridir. Gəlin bir də kosinus denəyək. Kosinusda da eyni hal var.
Eğer funksiyada natural log x sıxsaq, belə bir şey əldə edirik. Bu da çox yaxşı funksiya deyil. Natural log yerinə çoxaltı işlədə bilərik. Bunu etdikdə kiçilən ədədlər görürük. Məsələn, tüm funksiyayı içsə vursaq, onda çox daha düzgün bir şey əldə edərik. Təxminən sinus x oxşuyur. Gəlin denəyək sinus x-i. Sinus x deyil. Gördüyünüz kimi yüksəklik nöqtələri dəyişir. Amma gedərək 1-ə yaxınlaşır. Yəni biz bir ədəd şey də altı çıxarmalıyıq bundan. İlk öncə sinus x-i çıxsaq, bu dəfə bir ayrı funksiya daha əldə elədik. Funksiyada ilk öncə gedərək yüksəlir, amma daha sonradan kiçilir. Çox böyük ehtimalle bu funksiyanın özü də fərqli funksiyalardan yarana bilər. İlk öncə məsələn, bu əgər fikirləşdiyimiz funksiya olsaydı nə olardı? Yəni bu cavab 0 olsaydı, şu an nə olardı deyə baxaq bəlkə. Hələ ki təxminimiz, əgər bu funksiya yaparsaq, sonradan hissə bölmək və daha sonra da kök hissə gəlməkdir. Bu da bizə belə bir funksiya verir. Burada niyəsə bu isə 0 kimi görsənir, amma göstərilən funksiyada əslində biz gedərək daha da yaxınlaşırıq funksiyaya. İndi biz bu fərqin səbəbini tapmalıyıq. Sinus x bölünsün x çox böyük ehtimal ilə var. Amma buna hər hansı bir şey gəlməliyik. Bəlkə tapdığımız qüvvət səhv ola bilər. Görünüşə görə bir də biz bir ədədə gəlməliyik. Xeyr, yenə eyni şey oldu. Gəlin buna Gx adlandıraq. Və bu iki funksiyanın fərqinə baxaq. Bu daha çox daha təmiz funksiyaya oxşuyur. Məsələn, bir x-i bəlkə də bir şəkildə dəyişdirərək bu funksiyayı əldə edə bilərik. Üstəgəl bir yaxındır, amma tam deyil. Hər hansısa qüvvədən şübhələnirəm. Amma bu da çox düzgün oturmur. Eksponensial bölmə də ola bilər. Yəni tərsə doğru. Bəli, eksponensial bölməymiş. İndi bu fərqə də gəlsək. Onda istədiyimiz funksiyayı alarıq. Yəni funksiyamız budur. Bunu biraz daha sadələşdirmək bəlkə mümkündür, amma onu da denəyəcəm.
İndiki funksiyamız çox daha qəribədir. Şöyle funksiyamızın aspronunun bir bölünsünün x-dən gəldiyini fikirləşirəm. Xeyr. Bəli, ona görəymiş. İndi bu funksiya parabolaya çox yaxındır, amma niyə həqiqi bir parabola deyil? Bunun səbəbini tam bilmirəm, çünki bu qədər kiçik bir fərq gözlənilməz idi. Gördüyünüz kimi. Məsələn, əgər parabolayı tapmaya çalışsaq, tapa bilərikmi? Gəlin indi bu parabolunu tapmaya çalışaq. Düzü bu parabolunu tapmaq o qədər yaxşı bir həmlə olduğunu fikirləşmirəm. Məsələn, buradan adi x kvadrat çıxsaq, bəli, adi x çıxsaq, belə bir funksiya əldə edirik. Amma bir paraboldan başqa bir parabola çıxsaq, bir başqa parabol əldə edəməliydik. Yəni, burada bir səhvlik eləmişik biz. Bu funksiya tək funksiyaya oxşuyur, şu an əlimizdə qalan funksiya. Sonra bir hissəsini tapsaq, digər hissəsini də modul ilə tapa bilərik. Hər ki təxminimiz budur. Əgər toplamaq əvəzinə nisbətlərini alsaq funksiyaların. Xeyr, bu çox da mənalı deyil. Eğer funksiyanın tərsi belə bir funksiya əldə edirik. Funksiya əldə etdik. Bizim qaçırdığımız digər hissələrdə olmalı bir funksiyanın. Bu iki sohbət ehtimalı səhvliyə görə düşür. Burada yeni biləcəyimiz bir çox şey var. Sizin bəzi fikriniz varsa yorumlara yaza bilərsiniz. Bunun cavabını da sonraki bölümdə baxarıq. Sağ olun.